Vektor obyektlərlə işləməyi öyrəndik, artıq mahiyyətini bilirik. Gəlin bu dəfə də ilk baxışdan qəribə səslənən Smart Object adlı bir mövzuya nəzər salaq. Tutaq ki, Illustratorda belə bir loqo var, simvol var, hansısa illüstrasiya var və siz bunu Photoshop'a aparmaq istəyirsiniz. Əslində biz bunu bilirik, çünki keçən dərsimizdə bunu yoxladıq. Kopyaladıq obyekti, Ctrl+C, gəldik Photoshop'a və Ctrl+V elədik. Tamam. Və biz öyrənmişdik shape layer məntiqini. Yəni atırıq bura, ancaq shape forma, qrafik forma gəlir. İçərisi isə avtomatik bizim foregroundda olan rənginə rənglənir. Halbuki məndə loqotipim gradientlidir. Yəni mən bunu bu şəkildə də dizaynda iştirak eləməsini istərdim. O zaman biz kopyalayıb ora atanda artıq kopyalamışıq, təkrar edə bilərik. Ctrl+C, Ctrl+C ingilis dilində desək. Gəlirik Photoshop'a. Bu da dursun burada kənarda bir yerdə. Ctrl+V və Shape Layer kimi yox, Smart Object kimi. Smart Object yəni ingilis dilini xüsusi bilməyə ehtiyac yoxdur. Ağıllı obyekt. Niyə ağıllıdır? Ağıllı olmağı hardan bilinir? Nədədir daha doğrusu? Onu indi sizinlə bir yerdə görəcəyik. Bu Shape Layer'dən xilas olaq. O artıq bizə lazım deyil. O mövzu keçmişdə qaldı. Smart Object görüntünü, Illustrator'dakı görüntünü olduğu kimi saxladı. Smart Object özü sadəcə bir təmsilçidir, bir səfirdir, konsuldur. Obyektimizin orijinalı budur. Biz buradan kopyalayıb Photoshop'a atdığımız anda Photoshop daxilində sadəcə onun bir təmsilçisi, bir üz qabığı görünür. Hətta fikir versəz sağ tərəfdə layer pəncərəsində onun icon tipi, onun thumbnaili biraz daha fərqli formadadır. Layer'ın adından da bunu görə bilərik ki, bu obyekt Smart Objectdir. Niyə təmsilçidir, onu indi görəcəksiniz. Gəlin biz belə eləyək. Gəlin bu obyektdən bir neçə dənə çıxardaq. Tutaq ki, bir illüstrasiya hazırlayırsınız. Vektor obyektin iştirakı ilə. Biri də dursun kənarda. Bir dənə də daha balaca ölçüdə ürək olsun. Tutaq ki, belə bir illüstrasiyamız var. Müştəri isə deyir ki, bunların rəngini dəyişək. Gradient rəng keçidi istəmirəm. Hamısı olsun qırmızı rəngdə. Rahatlıqla biz təbii ki, bu layer'ə yox, biz burada sadəcə çəkmişik. Təmsilçi artıq başqa yerdədir. Photoshop özü avtomatik təmsilçi obyekt yaradıb. İstənilən birinin üzərində 2 dəfə tıklayırıq. OK elədikdən sonra həmin fayl görürsünüz yeni vector smart object.ai deyə bir faylda açılır. Yəni burada yox, məhz ayrı bir faylda açılır. Hansı ki qeyd etdiyim kimi Photoshop bunu avtomatik yaratdı. Gradientin, yəni rəng keçidinin əvəzində biz istifadə eləyək. Müştərinin də istədiyi hansı olsun, tutaq ki, müəyyən bir qırmızı rəng. Stroke da var idi bizdə, gəlin o stroke'u ümumiyyətlə yığışdıraq getsin. Daha minimal görüntü istəyirəm. Və Photoshopda hələ ki bir dəyişiklik yoxdur, amma mən Illustratorda, bu faylda, faylı save etdiyim anda, yəni yaddaşda saxladığım anda Photoshopda həmin o dəyişikliklər sinxron baş verəcək. Yəni eyni qaydada gəlin müştəri desin ki, tamam, gəlin biz bunun rənglərinin yerini dəyişək, yəni içəri boş olsun, stroke rəngli olsun. Shift X eləyək, stroke'un qalınlığında belə aşırı şəkildə qalın eləyək və save eləyək. Gələk Photoshop'a. Tadam. Stroke'un qalınlığı da daha doğrusu ümumiyyətlə bütün parametrləri dəyişmiş oldu. Niyə Smart Object? Çünki Smart Object bu ağıllı obyektdir. Burada sadəcə bir təmsilçisi var. Obyektin orijinalı Illustratorda yarandığı üçün oradadır. Ümumiyyətlə Smart Object'in Photoshopda rolu həddən artıq çoxdur. Bir neçə üstünlüyü var. Smart Object təkcə vektor obyektlər ola bilməz. İrəlidə görəcəyik ki, mətin, piksel obyektlər, piksel layerlər hamısı Photoshop daxilində Smart Object ola bilər. Onların özünə məxsus ayrı üstünlükləri var. Amma hal-hazırda Smart Object ilə bağlı, xüsusən də Vector Smart Object ilə bağlı bilməli olduğumuz bu qədər. İlk baxışdan qəliz, bəlkə də anlaşılmaz gələn bu mövzunun mahiyyətini başa düşmək üçün təbii ki, praktik eləmək lazımdır. Eyni qaydada bir kalp simvolu, bir istənilən bir simvol çəkib, onu Illustratordan bura gətirin. Gətirəndə diqqətli olun ki, shape kimi yox, Smart Object kimi gəlsin. Və sonra bu Vector Smart Objectləri 2 dəfə tıklamaqla təzədən Illustratora qayıdıb, orada redaktə edin. Save eləyin və dəyişiklikləri Photoshopda görün. Növbəti dərsdə görüşənə qədər.